eləmişsən şəhidlərimizi, bizim də varımız ola bilsin ki, siz də bizim dəfədənsiniz. Çox təşəkkür edirəm. Sağ olun. Esmer xanım, görürsünüzdə necə insanlar gəldi bu görüşə. Siz necə bir savaba baxdınız, siz necə bir gözəl əməl sahibi oldunuz gəlişinizlə. Sözünü bizim möhtərəm qardaşımız, doktorumuz, həkimimiz, şairimiz, rəssamımız Mir Nəsihət Mürsəlidədir. Maşallah. Tərifi biraz çox bol elədim. Bağışlayın ki, mən yəqin ki, sizə işimlə əlaqədar gücdən vaxt tapdım gəldim. Ona görə məclisin araq haqqında məlumatım olmadı geniş. Ancaq onu bildim, desəm məclisimizdə 5 ayın atası var, bir anası var. Bəli. Hə, yaxşı. Bir də Şairə xanım çox şad oldum ki, sizinlə hələ tanış olmamışsın, qiyabı tanış olmağa çox böyük zəhmət çəkmişsiniz. Oxudum, orada 26 kitab var. Yəni o kitabların hər birinin o zərin qədin zərgər bilərdi. Elə günlər olur, adam bir dənə bir səni axtarır, 5 gün tapa bilmirsən. Yəni hər adam bunu yaza bilməz. Birinci növbədə mən onu qiymətləndirirəm ki, çox zəhmət çəkib, əziyyət çəkibsiniz, bunları həyata keçirsiniz, minnətdarlığımı bildirirəm və bu gün də gəlib bunu toplaşdırıbsınız, biz şəhid anası atasını tanış edirsiniz. Qardaşım mənə deyəndə ki, tədbir və heç maraqlanmadım nə tədbirdir. Dedim, mən imkan da olsa, gəlib yarım saat olsa iştirak edeyim. Mən də arada demişəm, cızmazaralar eləyirəm. Məsələn, bir deyim vardı ki, vətən əgər qorunmuşsa, torpaq qorunmuşsa vətən deyil. Deməli, vətənin, torpağın vətən olması üçün qorunmalıdır və qorunmaq üçün də qan tökülməlidir. Kəssə hər kim tökünən qanızını, qurtaran dahi odur yeryüzünü. Yəni, belə bir deyim də var. Həm də mən də bir şeir yazmışam. Şeirlərin birində deyirəm ki, əgər bu şəhidlər dünənə kimi övladı idisə, bircə ananın şəhidlik zirvəsini fəth edəndən övladı oldular Azərbaycanın. Başını dik tutun ata, analar, qəddizi bükülən, görməsin düşmən. Bir deyim qalmışdır ata-babadan, şəhidlər verdikcə dikəlir vətən. Yəni, şəhidlər verdikcə bizim torpağımız vətən olur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bütün şəhid valideynlərinə öz minnətdarlığımı bildirirəm. Allah onlara səbri versin. O tək olan övladları deyil, o bizim hamımızın övladlarımızdır. Bütün yaranmışlar hamı gedəcək. Yasin kəlməsində deyil, küllü nəfsin zaiqətil mevt, sümmə aleynə turcaun, inna lillahi və inna ileyhi raciun. Yəni, bütün yaranmışlar ölüm şərbətini içib, ölüm şərbətini dadıb gedəcəklər. Biz hamımız gedəcəyik. Ancaq bizim heç birimiz yadda qalmayacaq. Bu şəhidlər həmişə yadda qalacaqlar. Mənim də şəhidlər haqqında şeirlərim var. Elə fürsətdən istifadə edib bugün üzümü şəhid anası bacımıza tutaraq bu il yayda yazdığım şəhid anaları şeirini demək istəyirəm. Bizimlə qonşuluqda şəhid anaları var. Paltarları qapqara, saçları ağappaq qar. Gözləri hey yol çəkir, qəmlidir, kədərlidir. Onları birləşdirən bir dərd, bala dərdidir. Onların övladları indi ürəklərdədir, şəhidlik zirvəsində ən müqəddəs yerdədir. Qucaqda böyüdülər, şirin laylay səsi ilə, sinədə uyuyurlar, alqış, dua səsi ilə. Qucaqda böyüyəndə məsum bir mələkdilər, sinədən boylanandan şir, aslan, fələkdilər. Onların sayəsində təmizləndi ləkəmiz, azad oldu girovdan parçalanmış ölkəmiz. Vətən üçün, tarix üçün siz böyütdünüz onları, qarşınızda baş əyirik, biz şəhid anaları. Biz əgər qabaqcaldan bilsəydik, ən azından 4 gün, 5 gün, bir həftə bu məclis daha böyük olardı, daha bir möhtəşəm bir yerdə olardı. Amma bu kitabxananın bu ocağı, bu bölgəsi bizim üçün o qədər doğmadır. Heç evimizdə o qədər rahat olmuruq, biz burada o qədər rahat oluruq. Esmira xanım, bu günləri Cəfər müəllimi yoldan rastlaşdıq, bilmirdi. Əlində 4 dənə çörəklə gətirdim. Dedim, kitabxanaya heç belətik çörəkli adam gəlməmişdi. Gəlmən, çörəkləri də qoymuşum ora. Mətanət təsadüfən gecə ilə zəng eləmişdi. Səhəri onu gətirmişəm. Doktor da ki, ağır xəstənin üstündə idi. Zəng vurub gətirmişəm. Yaşadıb gəlmişsiniz də. Çalbov demişdi ki, qonağımız gələcək. Biz indi yoxdan var formasında sizi belə qarşıladıq. Yoxdan buna var deyə, demişəm nənəm.
Biz elə o formada sizi qarşılaya bildik. Amma əmin olun ki, ən səmimi görüşlər, ən gözəl yadda qalan tədbirlər qısa, yığcam olan tədbirlərdir. Mən 300 nəfərlik zalda doldurub tədbir keçirmişəm, 500 nəfərlik, 20 nəfərlə də tədbirim olub, 200 nəfərlə də. Amma ən yadda qalan, səmimi olan tədbirlərdir. Çünki adam çox olanda hamıya vaxt ayıra bilmirsən. Real danışaq da, tədbirin sonunda qarışıqlıq düşür, ürəyin istəyən kimi rahat hərəkət edə bilmirsən. Ona görə yığcam tədbirlər daha səmimi və daha gözəl olur. Salman Mümtaz deyir, sarı simə kim bir mizraf olsa, o da bizim dəstədəndir. İndi biz sizin dəstədən, siz də bizim dəstədənsiniz. Biz də elə bu insanların dəstəsindənik. Söz sizdədir. Kimsə çıxış eləmək istəyir, söz demək istəyirsə buyursun. Əvvəl qonaqlarımız danışsın, yekunu mən vuraraq. Qonaq yoxdur burada. Biz elə hamımız bir ailə kimi. Kitabxanaçılarımızdan danışsınlar, əməkdaşlarımızdan. Kitabxanada keçirdiyiniz şəhid tədbirləri ilə bağlı. Mən ilk dəfə gəlirəm də sizin kitabxanaya. Siz danışın, mən eşidim sizi. Ən azından ayda 2 dəfə biz tədbir keçirdirik burada, ən azından. Amma o tədbir də necə keçirdirik? Zəng edirik Talibova ki, Talibov, nə vaxt tədbirlərdən boş yeriniz var ki, bizə də bir dənə yer ayırın. Çünki bura tədbirin, bizim rayonda tədbirin mənbəyidir. O tədbir söhbəti bu insanlar hamısı ilə tədbiri ilə adi qarşılayırlar. Bütün tədbirlərdə bir-birindən gözəl olur. Elə biləm elə bizdə həmişə. Buyur. Yetenek mərkəzində sizin tədbirlərinizdən iştirak eləmişik. O vaxtdan vurulmuşam sizə. İnsan bu qədər vətənpərvərdirsə, sizi tək bir aslar yox. Azərbaycan alqışlamalıdır, sizdən məhəbbət almazdır. Bir də söz deyim sizə, bizim Amerikamızın onun da qızının yoldaşı şəhid olacaq. O özü də şəhid ailəsi kimidir. Elşad müəllim. Elşad müəllimin bircə nəvəsi qalıb. Şəhidinin adı nədir? Asif Talıblı. Aha, tanıyıram o şəhidi. Çox anırıq, elə bir ki, öz balamız kimi, tanıdığımız insan kimi. Yəni, bunlar hamısı bizim şəhidlər balalarımızdır. Amma onlar bizim yaxın adamımız kimi, elə bir öz balamız kimi. Biz o evin həmişə qonağıyıq, o şəhid uşağı həmişə bizim aramızdadır. Yəni, çox gəlir, gedir və yanımızda. Məsələn, tək o yox. Musiqi məktəbi Orxan Ələkbərov adındadır bizim. Şəhidimiz. Bizim ruhu şad olsun. bir üzvü kimi, bəli. Biz onu həmişə gedir, o ailəni yad edirik. Bütün, məsələn, il dönümlərində, doğum günündə, məsələn, kitabxanada sırf keçirdə bilməsəydi, biz onun ailə üzvlərindən, yəni, gedirik, yada salır ən azından. Onlar həmişə yadladır. Yalnız belə vaxt məsələsi biraz məhdudluq var. Məsələn, işlərimiz biraz çətinləşir, biz imkanı azdır. Uğurlar arzulayıram hər birinizə. Əminəm ki, keçəcəksiniz. İnşallah. Allah heç kimi zəhmətin yerə vurmazsın. Amin inşallah. Bir dənə sizə təşəkkür eləmək istəyirəm. Nəyə görə? Siz ürəkdən. Siz o tədbirdə mən baxdım ki, nə bilim, Allah Taala hər cəhətdən sizə fikri istedad verib, qurban olum Allaha. Siz hər şəhid ailəsinin, övladının, onun yanındakı balasının adı, anasının adı. Gör nə qədər o şəhid ailələri qoymuşdu. Mən özüm nəqlən bəlkə bir həftə o təşkilatdan utanmıyorum. Ki siz necə onların hamısını yadınızda saxlamışsınız. Mən o tədbir başlayanı qutarana kimi ağlarım, açığını deyim. Siz baxıram ki, valideyn, ananın adını çəkisiz, onun balasının adı. Evlər, millətin hamısını yanında saxlamaq olmaz ev. Cavan olursun, nə olursan. O da Allahın sizə verdiyi bir fitri istedaddır. Bu qədər siz vətənpərvərsiniz. Mən belə Allah sizi var eləsin. Sizin kimi insanlar biraz da artıq olsa, bəlkə ölkəmiz nə bilim nətər olardı. Yəni, seçilmişsiniz də elədir ki, qurban olum Allaha. Allahın sizə verdiyi o istedad bir yandan da o sizin qəlbiniz, ürəyinizə görə Allah Taala sizə həmişə belə zirvələrdə yer versin. Həmişə var olasınız, həmişə də şəhidlərimizi bu cürə elə siz gəlin, bizim həmişə yadımızdadır. Bizim kollektivimiz elə kollektivdir ki, qadın kollektiv, qadınlar çox həssas olur, siz bilirsiniz, ən azından. Kişilər bəlkə bizim qədər həssas ola bilməz. Yəni, qadın cəhətdən deyirəm, indi onlar içində çəkir. Amma ki, belə sizin gəlişiniz
belə balaca məclis kimi yox. Mən arzulayarım ki, ildə 2 dəfə, 3 dəfə Belasvarın özündə bir böyük bir tədbirləni. Siz dəvət edin, mən həmişə Mən gələcəm. şəxsən öz adıma, mənim gücüm çatdığı qədər nəsə olsa, mən o köməkliyi edərəm ki, mən yaxın lap əziz adamlarına şəhid olan yoxdur. Ancaq ən azından mən binayədə yaşayırdım. O birinci 90-cı illərdəki o müharibədə oradan bir binadan 4 nəfər bizim körpə balalarımız özə könüllü gedənlər, şəhid oldular. Onun hələ də bir nəfəri itkin düşür. Uşağın adı Salih, familiyası yadımdan çıxıb sayısından. Allah bütün itkinlərimizin də sağdılarsa tapılmağını nəsib eləsin, gözü yolda qalan ailələrin də gözləri yanılsın. Elə bir ki, Patstalyon idi. Patstalyon qəzet fəaliyyət. Versəliklə qəzet fəaliyyət. O uşaq könüllü müharibəyə getdi. Ağamoldan əmri. O uşaq itkin düşdü. Hamid oğlanın familiyası yadımdan çıxır. Mənim atam da Məhsul qəzetinin redaktoru olub. Qızıl qələm sahibi olub mənim atam. Allah cəmi ölənlərimizi rəhmət eləsin. Allah rəhmət eləsin. O yerindən gəlmədi, nə bilim, bizim evdə həmişə mən gözüm açmışam. Kitab rəfləri görmüşəm. Mənim atam idarə müdürü olsa, evimizdə çox, məsələn, kitab rəflərini görmüşəm mən. Anam müəllim olub, yəni o ailədən çıxmışam da, bilmirəm. İçimdən gəldi, mən bu sözləri səmimi istədim nəsə deyəm sizə. Bilmirəm, daha yaxşı dedim. Çox sevindim. Həqiqətən bizim kollektiyimiz, ən azından tanıdığımız bir insan kimi. O tədbirinizdə nə bilim, mən deyirəm, bəlkə bir həftə öz tanıdığım, orada iştirak eləməyən insanlara mən sizin haqqınızda danışdım ki, mən özüm məhvəl qaldım ki, bu qədər insanların, bu qədər şəhidlərin, onun valideynlərinin, onun balalarının adını siz bir ailədən neçə dənə şəhid olub, onları siz nə tərəfəmsiniz adından, familiyasından. Yəni, hər adam onları yadda saxlaya bilməz. Qurban olum Allah. Allah qalır, sizi var eləsin, həmişə canınız salamat olsun, o qələmiz əlinizdən düşməsin. Amin. Yenə də deyirəm, mən sizi çox Belasvarda görmək istəyirəm. Heç saat elə bir 3 aydan 4 ayım, ən azından bir də 3 Siz tədbirlərə dəvət edin. Mən İnşallah. bax gələndə bu gün duman idi. Yolu necə gəlmişik onu bir Allah. O işte o. Direktorumuzun evindən, ailəsindən ən əziz adamı şəhid olub. Növbəti dəfə inşallah. Bəli. Mən əvvəlcədən bilsəm onun üçün də yazardım. Onun üçün də xahiş edirəm. Öz adımdan kollektiv. İnşallah, inşallah növbəti dəfə mütləq şəkildə nəzərə alarıq. Bizim iş yeri tanıdıqlar. Tanıdıqlar.